Salam YouTube, Qrafon Online'dır. Bəziləriniz deyirsiniz ki, mənim videolarımın girişi çox uzun olur. Bu günlər çalışacağam ki, videonun girişini çox qısa edeyim. Sizin hər birinizə ilk öncə təşəkkür etmək istəyirəm. Videoları like edənlər, videoya baxanlar, keçən videoda kanala abunə olanların hər birinə təşəkkür edirəm. Yəqin bilirsiniz ki, Qrafonu çoxdan tanıyanlar, Qrafona çoxdan abunə olanlar bilir ki, mənim arzum kanalın 25-ci ildə abunə sayının minimum 20.000 olmasıdır. Məni bu arzuya, bu istəyə ancaq siz çatdıra bilərsiniz. Kanala abunə olun, videoları paylaşın, videoları like edin ki, 25-ci ildə Qrafonun abunə sayı 20.000-dən aşağı olmasın. Bu günləri sizə hansı xəbərləri çatdıracağım? Huawei qeyri-adi smartfon təqdim edib. Google özünün aşağı büdcəli Pixel 9a smartfonunu təqdim etdi. Qatlanan iPhone-un qiyməti bəlli oldu. iPhone 17 Pro Max 100% belə olacaq. Xəbər başlıqları diqqətinizi çəkdisə, bu videona indidən like edirsiniz. Sizin videonu like etməyiniz maksimum sizin 2 saniyənizi alacaq. Amma düşünün ki, sizin like'larınızın Qrafon üçün necə böyük bir əhəmiyyəti var. Çay, kofe, yemək yanınızda nəsə varsa, mən başladım. Girişin belə qısa olması xoşunuza gəldi, ya yox? Fikirlərinizi kommentlərdə yazın. Huawei hər zaman novator olub. Onun ilk 3-ə qatılan smartfonu nəyə desəz dəyər. İndi isə tam fərqli bir form faktorlu yeni bir smartfon təqdim etdi. Düşünürəm ki, Huawei Pure X çox effektiv və praktik bir smartfon olacaq. Yeni məhsulun qiyməti 7499 yuan olub ki, bu da 1040 ABŞ dollarına bərabərdir. Huawei Pure X 2120-nin 1320 piksellik 6.3 inçlik OLED displeyə, 120 Hz tezlikli yeniləmə tezliyinə, 2500 nit pik parlaqlığa və 16:10 tərəf nisbətinə malikdir. Xarici displey həmçinin OLED və 980x980 piksellikdir. 1.5 MP spektral sensor, 10.7 megapiksellik selfie kamerası. Smartfon 4700 mAh tutumlu akkumulyatora malikdir. 66 W'lıq sürətli naqilli, 40 W'lıq naqilsiz və 7.5 Watt reversiv zaryadkalıdır. Açıq halda ölçüləri 14.32, 9.17 və 0.715 cm-dir. Qapalı halda isə 7.43, 9.17 və 1.51 cm-dir. Smartfonun çəkisi 195 qramdır. Əməliyyat sistemi HarmonyOS 5-dir. Prosesoru açıqlanmır. Operativ yaddaşın həcmi 12 və 16 GB. Daimi yaddaş 256 və ya 512 GB-dir. Google özünün aşağı büdcəli Pixel smartfonlarının yeni nəslini təqdim edib. Dostluq Korporasiyası yeni dizayn, təkmilləşdirilmiş kamera və 7 illik sistem yeniləməsi olan aşağı büdcəli modelini təqdim etdi. Google Pixel 9 seriyasının ən sərfəli smartfonu olan Pixel 9a-nı rəsmi olaraq təqdim etdi. Yeni məhsul alüminium çərçivəyə malik, düz dizayna və onu əvvəlki versiyadan fərqləndirən IP68 tozdan nəmdən qoruma sistemindən malik olmasıdır. Ön tərəfdə 120 Hz tezlikli və 2700 pik parlaqlığa malik 6.3 inçlik POLED displeyi var. Pixel 9a 8 GB RAM və 256 GB daimi yaddaşa malikdir. Tensor G4 çipi ilə təchiz edilib. Əsas kamera indi optik stabilizasiyalı 48 megapiksellikdir. Makrofokus və astrofotoqrafiya əlavə edilib. 5100 mAh batareya 30 saata qədər batareyanın işləmə müddətini təmin edir. 23 Watt naqilli və ilə eyni güclü naqilsiz zaryadka var. Bundan əlavə smartfon 13 megapiksellik ultra geniş kamera və 13 megapiksellik ön kamera aldı. Pixel 9a aprel ayında satışa çıxarılacaq. Qiyməti 499 dollardan başlayır. Apple'ın aşağı Nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, ayca, bütün internet provayderləri eynidir. Star Telecom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Star Telecomdadır. Star Telecom dost kimi dost internet provayderi. Biz isə davam edək. Apple'ın hətta aşağı büdcəli smartfonları çox baha olur. Əlbəttə ki, Azərbaycan üçün deyirəm. İndi görün, premium sinifə aid olan qatlanan iPhone neçə olacaq? Deyəsən iPhone 16 Pro Max-dan 2 dəfə baha olacaq. Uzun müddətdir ki, Apple'ın gələn ilin əvvəlində satışa çıxarılacağı gözlənilən qatlanan iPhone üzərində işlədiyi barədə infozuntular var.
Bundan əlavə Tim Long device'ın ABŞ-da $2300 başa gələcəyini deyir. Qiymətləndirmə onun Asiyaya səfərindən sonra aparıldı. Burada Long komandası komponentlərin təchizatçıları ilə görüşüb. Onlar həmçinin 2026-cı ilin sonu, 2027-ci ilin əvvəlində ehtimal olunan işə salma pəncərəsini göstəriblər. Kontekst üçün bu, iPhone 16 Pro Max-ın $1199 başlanğıc qiymətindən təxminən 2 dəfə çoxdur. Bu ayın əvvəlində başqa bir analitik Minçekoda qatılan iPhone-un qiymətinin $2000-2500 aralığında olacağını proqnozlaşdırıb. Ko'nun sözlərinə görə iPhone Fold 7.8 inçlik qatılan ekran, 5.5 inçlik xarici displey, ikili arxa kamera, Touch ID-li power düyməsi və yüksək sıxlıqlı batareya sahib olacaq. Çox güman ki, Apple-ın qatılan device'ları planları haqqında daha ətraflı məlumatları tezliklə öyrənəcəyik. Tanış olun. iPhone 17 Pro Max. Bu il Apple üçün çox vacib ildir. Bu şəkil bəlkə də anlamırsınız. iOS 19 yeni dizaynda iPhone sistemi, Vision OS dizaynında iOS, Samsung'un One UI-indəki kimi yumru ikonkalar. Artıq internetdə növbəti seriya iPhone-ların CAD faylları yayılıb və bu CAD fayllar əsasında keyfiyyətli iPhone 17 Pro modellərinin 3D printerdə çap versiyasını və realistik renderlərini yaratmaq mümkündür. Əvvəlki renderlər bəzilərini yeni iPhone formasından çəkindirdi. Çünki əvvəlki renderlər Apple-dan sızmış CAD renderlər əsasında yox, infolar əsasında hazırlanıb. Bəzilərinizin narahatlığı əsassız deyil. İndiki renderlər isə Apple-ın CAD çertyojları əsasında hazırlanıb. Bu aylarda təqdim olunan renderlər maksimal real device'ları əks etdirir. Məsələn, iPhone 16 CAD faylları nə zaman yayılıb? 2024-cü ilin aprel ayında. İndiki render və 3D modellər iPhone 17 Pro seriyasının necə olmasını daha dəqiq göstərir. Əsas olan iPhone-un tanınmasıdır. Yəni, belə arxa panelli smartfonlar gördükdə mütləq edirsən ki, bu iPhone Pro seriyasıdır. Tam fərqli olanı isə iPhone 17 Air olacaq. Həm ölçülərinə, həm də dizayna görə. iPhone 17 Air-in hündürlüyü 6.6 inç olacaq. Bu biraz təəccüblü olsa da, bunun tam normal anlamı var. 6.9 inçlik belə nazik smartfon əyilir. 6.6 inçlik versiya isə əyilmir. iPhone 17 Air-in qalınlığı isə sadəcə 5.5 mm olacaq. iPhone 17 Pro seriyasında arxa panel 2 materiallı olacaq: şüşə və alüminium. Şüşə MagSafe maqnitləri və naqilsiz zaryadka üçün nəzərdə tutulur. Ümumiyyətlə siz deyin, belə bir dizayn sizin xoşunuza gəlir, ya yox? Amma zənnimcə bu çox maraqlı və Apple sayağı çox gözəl bir dizayndır. Daha bir əsas dəyişikliklərdən biri bütün iPhone 17 seriyasının modellərində ProMotion displeyin, yəni 120 Hz tezlikli displeyin olmasıdır. Arxa kameralar keyfiyyətli 8K video çəkməyi öyrənəcək. Ön kamera 24 megapiksel olacaq. Amma ön kameranın 8K video çəkməsi məsələsi hələ də açıqdır. Yəni ola da bilər, olmaya da. iPhone 17 seriyasında Pro versiyalar 12 GB RAM alacaq. Çoxlarınız bilirəm, indi deyəcəksiniz ki, Android-da artıq 24 GB var. Millət, Apple-da olan 12 GB RAM tam fərqli işləyir. Bu iPhone-lar üçün çox böyük bir update olacaq. Apple-ın hər dəfə yeni device'ların təqdimatı dövrünə az qalmış, heç kimi iPhone-un içliyi demək olar ki, maraqlandırmır. Əsas maraqlandıran odur ki, iPhone hansı dizaynda olacaq. Apple isə özünün Pro dizayn stilini saxlamaqda davam edir və növbəti 17 seriyasında da, yəni 17 Pro və Pro Max-larda bu dizayn stili qalacaq. Təkcə Apple bunu etmir. Hətta Samsung özünün premium sinif smartfonlarının dizaynında, əsas da kamera blokunda heç bir dəyişkənlik eləmir. Yəni ki, özünüz fikirləşin ki, Galaxy S22 seriyasından sonra kamera bloku demək olar ki, dəyişməyib və S25 seriyasında da eyni dizayn saxlayır. Əlbəttə ki, belə dəyişkənlikləri ancaq Çinin texnogigantları eləyir. Siz deyin, iPhone-un yeni dizaynı, yeni renderlər sizin xoşunuza gəldi ya yox? Fikirlərinizi kommentlərdə yazın. İndi isə bu saatdan danışaq. Bax, bu saatdan. Qolumdakı saatdan. Bilirsiniz ki, mən saat taxmıram, amma artıq ikinci videodur ki, mən bu saatdan istifadə edirəm. Bu saat deyəcəksiniz ki, nədir? Bu saat sizin, yəni qrafon abunəçilərindən birinin və yaxud ikisinin və yaxud üçünün, dördünün qazana biləcəyi bir smart saatdır. Bu saatı, yəni bu saatı qazanmaq üçün nə etmək lazımdır? Əlbəttə ki, qrafona abunə olmaq lazımdır. Tək burada yox. Instagram, Telegram və TikTokda olan qrafon səhifələrinə mütləq abunə olmaq lazımdır ki, may-avqust ayları ərəfəsində keçiriləcək Məni Tapana hədiyyə challenge-ində iştirak edin və bu hədiyyələrdən birini qazana bilərsiniz. Düşünürəm ki, çox maraqlı saatdır və saatın funksionallığı barəsində mən əlbəttə ki, qrafonun Telegram kanalında məlumat vermişəm və eyni zamanda keçən dəfəki videoda bu saat haqqında ümumi məlumat vermişəm. Kanala abunə olun və mütləq Məni Tapana hədiyyə challenge-ində iştirak edin.
Bugünlük isə bu qədər. Video xoşunuza gəldisə videonu like edirsiniz. Like edirsiniz. Əgər xoşuna gəlməyən varsa videonu dislike etsin. Amma sizdən çox xahiş edirəm. Dislike edənlər kommentlərdə yazsın ki, nə xoşlarına gəlmədi. Çünki mən siz qrafon abunəçilərinin fikirlərindən qulaq asıram. Yəni siz nə desəniz, maraqlı olsa əlbəttə ki, qəbul edirəm. Kanalımızda daha çox maraqlı videolar var. Zəngin, texnoloji informasiyalar var. Siz bu videolara baxmaqda davam edirsiniz. Baxdığınız videoları like etməkdə davam edirsiniz. Kanala abunə olmaqda davam edirsiniz. Mən isə YouTube-da olduğumuz üçün sizinlə sağollaşmıram. Eğlendirir grafon, abunenizi gözleyin. Comment yazdın süper grafona hoş geldin. Grafon eğlendirir grafon, abunenizi gözleyin.